Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Əziz müsəlman qardaş və bacılarım. Qardaşlar sual göndəriblər və xahiş elədilər ki, bu suala ətraflı cavab verək. Demək, sualda deyilir ki, bəzi dəvətçiləri dini məclislərə dəvət edəndə gəlib orada başqa dəvətçilərin dalınca danışır. Onlardan elm almamağı, onlara qulaq asmamağı tövsiyə edir. Bir qismi digərlərinə həddadi, o biriləri bunlara mumeyi deyir və bir-birlərindən çəkindirirlər. Beləliklə də şəhərdə və regionlarda müsəlmanları dəstələrə bölüblər. Bu dəstələr bir-birinə nifrət edir, bir-birinə arxa çevirir, bir-birinə salam vermirlər. Bu ixtilafların, firqələrə bölünmənin qarşısını necə almaq olar? Necə edək ki, müsəlmanlar mehriban bir cəmaat olsunlar? Demək, cavabı mən 5 hissəyə bölmüşəm. Birincisi, əgər müsəlmanlar Allah rizasını qazanmaq üçün çalışsalar, ixtilaflardan çəkinib, kənarda öz işi ilə məşğul olmağa başlasalar, üstəlik məxluqu, yəni insan, hər hansı bir insanı özünə ideal seçərək, özünü ona göstərməyə çalışaraq, onun tərəfində olmağa çalışaraq, bundan uzaq dursalar, yəni buna can atmasalar, rıza Allah rızası olsa, təqlidçilik deyil, sırf Allah rızası olsa, hansısa bir insanı firqə başçısı seçib, ona itaət etmək, ona təqlid etmək, bu cür fikirlərdən uzaq dursalar, o zaman müsəlmanlar mehriban bir cəmaat olarlar. İtaət ancaq Allaha olur. Allaha və onun seçdiyi Rasulü sallallahu aleyhi və səlləmə. Bu birinci məsələnin birinci hissəsidir. Yəni, birinci həllidir. İkinci qismi odur ki, belə məclislərdə, qeybət eşitdikdə dərhal o məclisi tərk etmək lazımdır. Belə məclislərdə xeyir, bərəkət olmur. Əksinə, o qeybəti dinləyənlər, qeybət edənlər kimi günah qazanırlar. Və Allah subhanahu wa ta'ala Hucurat surəsinin 12-ci ayəsində belələrini, yəni o məclisdə iştirak edənlərin hamısını ölmüş insanın ətini yeyən kimsələrə bənzədir. Hucurat surəsi 12-ci ayə. Həmçinin hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm Təbarani rahimahullahın rivayət etdiyi hədisdə xəbər verilir ki, bir gün bir nəfər Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında bir müsəlmanın qeybətini edir. Rasulullah sallallahu aleyhi və səlləm ona baxır, deyir ki, dişlərinin arasındakı ətləri təmizlə. Adam təəccüblə deyir, ya Rasulullah, axı mən ət yeməmişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu dəqiqə sən müsəlman qardaşının ətini yedin. Yəni, qeybət elədin. Digər rəvayətdə, o da səhih rəvayətə silsilədə nəql edilib. Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, mən Meyrac səfərində bir dəstə insanın dırnaqları ilə, dırnaqlarda misdən üzlərini və sinələrini cırdığını və beləcə qiyamətə dək davamlı, bu cür davam elədiyini gördüm. Qiyamətə dək üzlərini və sinələrini cıracaqlar. Soruşdum Cəbrail əleyhissalamdan ki, bunların günahı nədir? Dedi ki, bunlar insanların qeybətini edən, onların şərəf və ləyaqətinə tənə vuranlardır. Həmçinin hamınıza məlum olan səhih hədisdə İmam Buxari rəvayət edib, bu hədisi rahiməhullah Peyğəmbər sallallahu aleyhi və səlləm qəbirstanlıqdan keçərkən
yanındakı sahabələrə deyir ki, bu qəbirdə olan əzab çəkir. Sahabələr deyir ki, əzab çəkməyinin səbəbi, günahı nədir? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, insanlar arasında dedikodu yayırdı. Dedikodu yaymaq qeybətdən daha üstündür günah baxımından. Yəni, həm qeybət edir, həm də bunu hər tərəfə yayır. Bir var, 2-3 nəfərin arasında bir məclisdə qeybət edəsən. Bir də var, telefonu əlinə alasan, kiminsə barəsində olan o qeybəti, üstəlik də bu, böhtan da artıq, hər tərəfə yayırsan olmayan bir şeyi, bunu Peyğəmbər sallallahu aleyhi ve sellem ərəbcə nəmmam adlandırır. Nəmmam. Və digər bir hədisdə də deyir ki, nəmmam cənnətə girməyəcək. Bu çox qorxuludur. Qəbr əzabı, cənnətə girməmək. Yəni, bunu bilsələr, o dəvətçilər heç vaxt dedikodu yaymaqla məşğul olmazlar. Ya xeyir danışarlar, ya da susarlar. Üçüncü yolu, əgər kimsə o məclisdə qalıb, yəni məclisi tərk etməyib, o dəvətçini, o qeybət edən dəvətçini islah etmək istəyirsə, o zaman dərhal onun sözünü kəsməli və kimin barəsində qeybət edirsə, ona telefonla zəng edib deməlidir ki, qardaş, burada bir nəfər sənin barəndə filan şey iddia edir. Sən nə deyirsən? Qoy həmin adam bu ittihama özü cavab versin. Beləliklə də bu fitnəyə son qoyulsun. Yəni, qarşı-qarşıya məsələni həll eləsinlər. Dördüncü yolu o dəvətçilərə, o qeybət edən dəvətçilərə nəsihət etmək lazımdır. Demək lazımdır ki, siz nə yaxşılıq edirsinizsə, özünüzə qayıdır. Nə pislik edirsinizsə, o da sizin özünüzə qayıdır. Odur ki, çalışın, daim yaxşılıq edəsiniz. Və əgər pislik etmişsinizsə, peşman olub ona görə tövbə edəsiniz. O da özlüyündə bir yaxşılıqdır. Allah s.ə.v. sizin savabınızı artıracaq. Və həmçinin həmin o dəvətçilər üçün Allahdan hidayət diləyin ki, Allah onları doğru yola yönəltsin, onların günahlarını bağışlasın. Hətta böyük alimlər deyir ki, belə bir şey görəndə həmişə çalışın deyəsiniz ki, Allah məni də səni də bağışlasın, mənə də sənə də rəhm etsin, mənə də sənə də hidayət versin, sən elədiyin pisliyin əvəzini pisliklə çıxan deyiləm. Qiyamət günü Allahın huzurunda hesablaşana dək. Bu dünyada mehriban olmaq lazımdır. Əsas bax, məsələ budur. Və nəhayət sonuncusu, 5-ci, nümunə olmaq lazımdır. Nümunə olmaq lazımdır ki, insanlar sizdən nümunə götürsün. Mən, əlhəmdülillah, Allah təkəbbürlükdən mən uzaq eləsin, təkəbbürlük üçün demirəm, ibrət üçün deyirəm. 2000-ci ildən indiyədək artıq 25 il tamam olur, dəvətlə məşğulam. Və Azərbaycanın demək olar ki, hər bir regionunda olmuşam. O regionlarda, o rayonlarda, şəhərdə, Bakıda daxil olmaqla iştirak etdiyim minlərlə məclislərdə olan adamlardan kimsə, bir nəfər çıxıb deyə bilərmi ki, filan vaxtı, filan məclisdə Əlixan qardaşımız filan kəsin dalıcan danışıb dedi ki, ondan elm almayın, ona arxa çevirin, ona salam verməyin. Belə bir şey olubsa, qoy çıxsın desin, mən o dediyimə görə, elədiyimə görə tövbə edərəm, Allahdan bağışlama diləyərəm. Hamıya məlumdur ki, mən 25 ildir ancaq mehribançılığa, sülhə, qardaş olmağa dəvət edirəm. Və son illərdə də gözəl bir kitab hazırlamışam, 3 dildə çalışacağım onu daha çox dillərə çevirək. Müsəlmanların birliyinə çağırış. Kitabın adı belədir. Həm Azərbaycanca, həm Rus dilində, həm də Türk dilində. Hal-hazırda əlimdə olan, mövcud olan Türk dilindədir. Türk dilində çap eləmişik bundan, əlhəmdülillah, Türk qardaşlarımız üçün, Türk dilli qardaşlar üçün. Müsəlmanların birliyinə çağırış kitabında biz qeyd eləmişik ki,
məzhəbindən, təriqətindən, firqəsindən asılı olmayaraq qarşındakı əgər müsəlmandırsa, sən onu müsəlman sayırsansa, tövhid əhlidirsə, vəssalam. Onun müsəlman haqqını ödəməlisən. Ona arxa çevirməməlisən, ona nifrət etməməlisən. Salam verəndə onun salamını almalısan. Xəstələnibsə ziyarət etməlisən. Vəfat edibsə cənazəsində iştirak etməlisən. Axı o müsəlmandır, sənin müsəlman qardaşındır. Hansısa bir səhvi varsa, o da sənin fikrincə, sənin düşüncən, sənin götürdüyün rəyə əsasən. O səhv yoldadır, səhv edir. O da elə fikirləşir ki, sən səhvsən axı. Yəni bu məsələləri, fiqhi məsələləri kənara qoymaq lazımdır. Tövhid üzərində birləşmək, müsəlman olmaq, qardaş olmaq lazımdır, həqiqi mənada. Sonda bir hamıya edəcəyim nəsihət, xüsusilə də həmin o qeybət edən dəvətçilərə və onun yanında olan, ətrafında olan əlaltılarına. Təsəvvür edin ki, hal-hazırki gündə Peyğəmbər sallallahu aleyhi və səlləm bizim aramızdadır. Hansısa bir məsciddə xutbə verir və əmr edir. Deyir ki, bir-birinizə nifrət etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun. Heç bir müsəlmana 3 gündən artıq müsəlman qardaşından salamı kəsmək halal deyil. Bax, bu dediyim realdır. Rasulullah sallallahu aleyhi ve sellem bunu 15 əsr bundan əvvəl sahabələrin arasında ikən deyib. Sahabələr də bunu eşidən kimi dərhal onun dediyinə əməl edib. İndi təsəvvür edin ki, aramızdadır və bunu deyir. Bu əmr, Peyğəmbər sallallahu aleyhi ve sellemin əmri, təkcə 15 əsr bundan əvvəlki sahabələrə aid deyil. İndiki müsəlmanlara da aiddir. Rasulullah sallallahu aleyhi ve sellem bunu deyir və bəzi dəvətçilər və müsəlmanlar, bəzi dəvətçilər və onların əlaltıları bunu qulaq ardına vurur. Ona əməl etmir. Qiyamət günü onların cəzası nə olacaq? Onu düşünsünlər. Bu həyatda müsəlman qardaşı ilə ədavət aparıb, ona arxa çevirib, ondan salamı kəsməklə nə əldə edir, onu düşünsün. O əldə etdiyini tərəzinin bir gözünə qoysun və Rasulullah sallallahu aleyhi ve sellemin bu əmrini yerinə yetirmədiyinə görə onu nə gözləyirsə onu düşünsün, onu da tərəzinin bir gözünə qoysun, baxsın, görsün hansı daha ağır gələcək. Hər bir halda Allahdan istəyimiz budur ki, Allah subhanahu teala bizə haqqı haqq olaraq göstərsin və bizə haqq yola yönəltsin. Ha belə batili batil olaraq bizə göstərsin və bizi ondan uzaq eləsin. Subhanakallahumma və bihamdik. Əşhədü ən la iləhə illə ənd. Əstəğfiruka və ətubu ileyk.